Ötən gün 26 yaşlı İmişli rayon sakini Ramazan Rafiqoğlu Məmiyev dəm qazından boğulub. Hadisə onun Bakı şəhərində kirayə qaldığı evdə baş verib. Məlumata görə o Vətən müharibəsi iştirakçısı olub və bir sıra medallarla təltif edilib. Mərhum Qazaxıstanda çalışırmış və bir müddət öncə Azərbaycana sənədlərini qaydasına salmaq üçün gəlibmiş. Ramazan Məmiyev İmişli rayonunda dəfn olunacaq. Faktla bağlı araşdırma aparılır. Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərək oğurluq hadisəsi ilə üzləşdiyini bildirib. Belə ki, o, avtomobilini satmaq istədiyi şəxsin evinə dəvət etdiyini, danışıqlar zamanı otaqdan çıxdıqda onun mobil telefonunu, qızıl zinət əşyalarını və sənədləri oğurladığını bildirib. Bu barədə DİN məlumat yayıb. Bildirilir ki, həmin şəxs sonradan zərər çəkənə zəng edərək taladıqlarını geri qaytaracağını bildirsə də, vədinə əməl etməyərək həmin əşyaları satıb. Sabunçu rayon polis idarəsi 15-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 50 yaşlı şəxs müəyyən olaraq saxlanılıb. Araşdırma aparılır.